Salam dostlar, yenə xoş gördüyünüzü. Mətləq etiqad dərslərimiz davam edir. Deməli, bundan əvvəlki dərslərdə vacib varlığın təkliyi haqqında Məhəmməd Füzuli bir neçə arqumenti toxundu və o bəhslər bitəndən sonra artıq yeni bir mövzuya daxil olur. Mövzu bundan ibarətdir ki, biz Allahın varlığını, zatını tanıya bilərikmi? Əgər tanıya biləriksə, hansı vasitə ilə tanıya bilərik? Yəni, burada bir növ epistemoloji bir bəhsdir. İnsanı Allahı tanımağa kömək edən əsas vasitə bilik kanalı nədir, mənbə nədir? Füzuli bunu müzakirə edir və bir neçə rəy qeyd edir. Buyurur ki, fi ma'rifəti zətil vacib, yəni vacib varlığın, Allahın zatının, həqiqətinin bilinməsi, mərifəti barədə ixtələfən nəsu fi ma'rifəti zətihi. İnsanlar Allahı tanımaq barədə, Allahın varlığı haqqında, onu bilməyin yolları haqqında fərqli fikirlərə düşüblər, ixtilaf ediblər. فَمِنْهُمْ مَنْ قَالَ لَا طَرِيقَ إِلَى مَعْرِفَةِ ذَاتِهِ لِلْعَقْلِ مُطْلَقًا بِوَجْهَيْنِ. Bəziləri belə deyiblər ki, Allahın varlığını biz heç bir şəkildə ağıldan tanıya bilmərik. Yəni, ağıl burada heç bir rol oynamır, mütləq şəkildə. Yəni, onlar ağlın dəlil olmasını, bilik mənbəsi olmasını inkar ediblər. Və iki dənə dəlil gətiriblər. Bir vəciheyni, yəni iki dənə dəlil gətiriblər. İki dəlillə, argumentlə bu fikirlərini əsaslandırıblar. Əl-əvvəl. Birinci dəlil nədir? Ənəl ma'rifətə lə tutasavvaru Əl-ma'rifətə lə tutasavvar illə bil-haddi və rəsm. Mərifət, yəni bilik, hədd və rəsmlə mümkündür. Deməli, hədd və rəsm, dostlar, məntiqi termindir. Bu, məntiqdə tərif bölümündə istifadə olunur. Bunu mən məntiq dərslərində qeyd etmişəm. İstəyənlər ona qulaq asa bilərlər. Hədd və rəsm bir şeyi tanımaqdır, bir şeyin mahiyyətini tanımaq üçün bizim istifadə edədiyimiz tərifdir. Çünki biz bir şeyə tərif verərkən müəyyən terminlərdən, müəyyən məfhumlardan istifadə edirik. Bu məfhumlar ya zati məfhumlardır, ya qeyri-zati məfhumlardır. Nə deməkdir bu? Bir şeyin mahiyyəti var, o mahiyyəti təşkil edən bir zati elementlər var, bir qeyri-zati elementlər var. Məsələn, tutalım, insanın mahiyyəti, buna tərif verərkən biz ona iki cür tərif verə bilərik. Bir budur ki, biz deyirik ki, insan düşünən canlıdır. Bu düşünən canlılıq onun zati elementlərdir. O məfhumu, o həqiqəti təşkil edən zati elementlərdir. Nəyə görə? Çünki əgər biz canlılığı götürsək, düşünməliyi götürsək, o mahiyyətdən bir şey qalmaz. Bu həddir. Hədd nədir? Hədd yəni kamil tərifdir. Biz bir şeyə zati elementləri ilə tərif veririk. Amma rəsm nədir? Rəsm budur ki, xeyr, biz ona zati elementlərlə, xüsusiyyətlərlə tərif vermirik, qeyri-zati xüsusiyyətlərlə tərif veririk. Tutalım, deyirik, insan, gülən varlıqdır, insan yeriyən varlıqdır və s. Burada da insana aid biz bəzi xüsusiyyətləri qeyd elədik. Amma o xüsusiyyətlər insanın zatını, mahiyyətini, həqiqətini təşkil eləmir. O xüsusiyyətləri nəzərə almadan da biz insanı, onun var olduğunu, insanın mahiyyətini təsəvvür edə bilərik. Deməli, tərif özü də növlərə bölünür. Düzdür, hədd və rəsm özü də onların növləri var. Tam hədd, naqis hədd, tam rəsm, naqis rəsm. Onlar artıq məntiqi bəhslərdir. Onlara daxil olmaq istəmirəm. Ümumiyyətlə, Füzuli, ümumi desək, Füzuli burada nə demək istəyir? Demək istəyir ki, biz bir şeyi tanımaq üçün, biz bir şeyə tərif vermək üçün mütləq tərifə aid qanunları buradan istifadə edirik. Yəni, onun mahiyyətini izah edirik, mahiyyətdə mövcud olan elementləri qeyd edirik. Bu da nəyə səbəb olur? Bu da tərkibə səbəb olur. Baxın, biz deyirik, insan düşünən canlıdır. Bu, düşünməklik və canlılıq onun mahiyyətində mürəkkəblik meydana gətirir. Çünki düşünməklik bir şeydir, canlılıq bir şeydir. Bunlar birləşərək nə edirlər? O mahiyyəti meydana gətirirlər. Tərifin işi budur. Tərifdə biz elementlərdən istifadə edirik, hansı ki, o mahiyyətin mürəkkəb olmasından xəbər verir. Ona görə buyurur ki, vahuma, yəni hədd və rəsm, yəqtadiyəni ət-tərkib fil-məhdudi vəl-mərsum. O, tərif olunan şeydə mürəkkəbliyin olduğunu neydir? Tələb edir, zəruri edir. Halbuki bu, Allah üçün mümkün deyil. Vahva basitun min kulil vücuh. Allah nədir? Biz demişdik, Allah bəsit varlıqdır. Bəsit nə deməkdir? Yəni, onun zatında tərkib yoxdur, o mürəkkəb deyil, o hər cəhətdən bəsitdir. İndi, və olan təqdirdə, yəni, biz bir şey tanımaq üçün o şeyin tərifini verməliyik, düzdür, dostlar. Bir şeyin tərifini vermədən onu necə tanıya bilərik? Yəni, siz təsəvvür edin, bir şey tanıyırsınız, bir şeyi tanıdığını iddia edirsiniz.
Deyəcək ki, belə bir şey var. Biz o şeyə ibadət etməliyik. O şey yaradandır. Və sonra kimsə gəlir sizdən soruşur ki, o şey nədir? O şey nədir sualını verirsə, qarşı tərəf sizə, onun nəliyini soruşursa, siz izah verməlisiniz. Və o verdiyiniz izahda qarşı tərəfin və ya barəsində danışdığınız şeyin mahiyyətini izah etməlidir, onun həqiqətini izah etməlidir. Və bu izah nəyə səbəb olur? Əgər dediyimiz kimi hədd və rəsmdən istifadə edərək o şeyi açıqlasaq, izah versək, o şeyin mürəkkəb olduğuna dəlalət edir. Ona görə əgər biz bir şeyi izah etməyə çalışsaq, o zaman nə yaranacaq? Həmin şeyin mürəkkəb olduğu aydın olacaq, tərkib yaranacaq və bu da belə deyim, Allahın bəsit olması ilə üst-üstə düşmür. Ona görə ağıl yolu ilə nə deyim, Allahı tanımaq, Füzuli iddia edir ki, belə bir rəy var ki, ağıl yolu ilə Allahı tanımaq qeyri-mümkündür. Çünki ağlın funksiyası elədir ki, o şeyi elementlərə bölür, hissələrə ayırır, ondan sonra tanıyır. Ağıl mürəkkəb həqiqətləri tanıyır və o mürəkkəb həqiqətləri hissələrə bölərək onu özü üçün aydınlaşdırır. Amma bir şey ki, bəsitdir, bir şey ki, hissələri yoxdur, bir şey ki, mütləq mənada, mütləq olaraq onun zatında tərkibə yer yoxdur, ağıl sanki o şeyi tanımaqdan nədir? Acizdir. Bu Füzulinin qeyd elədiyi rəydir. Vəl-əxər, ikinci rəy nədir? Və daha doğrusu belə deyək, ikinci dəlil nədir ki, insan ağlı ilə Allahı tanıya bilməz? Ennəl aqlə məxluqun və məsbuqun bizətil mucid. Ağıl yaranıb. Ağıl yaranan bir varlıqdır, yaranıb və yaradandan sonra meydana gəlibdir. Yəni ağıl insanın belə deyim tərkib hissəsidir, insana aid bir həqiqətdir. İnsan özü də yaranmış varlıqdır. Və insanı yaradan kimdir? Allahdır. Bu rəy, bu arqumentin mənası budur ki, ağıl ki, insanın bir hissəsidir, Allahdan sonra yaranıbdır. Çünki yaradan Allahdır. Allah əvvəlcədən var, hər zaman var, sonradan insanı yaradıbdır. Və ağlın da funksiyası belədir ki, وَهُوَ مُتَأَخِّرٌ عَنْ مُوجِدِهِ فَهُوَ إِنَّمَا يُدْرِكُ مَا بَعْدَهُ دُونَ مَا قَبْلَهُ. Ağlın da funksiyası belədir ki, o ancaq özündən sonra olanları dərk edir, özündən sonra yarananları dərk edir. İnnəmə yudriku mə ba'dahu. Hu burada ağla qayıdır. Yəni ağlın funksiyası elədir ki, o ancaq özündən sonra olanları nə edir? Dərk edir. Dunə mə qablahu. Özündən əvvəl yarananları dərk etmir. Yəni bu arqumentin mənası budur ki, ağıl, yəni insan sonradan yarandığı üçün deməli o özündən əvvəl yarananları dərk edə bilmir. Yəni sanki ağlın belə bir funksiyası var. Ağlın mahiyyəti bu cürdür ki, o özündən əvvəl yarananları dərk etmir. Əlbəttə bu iddianı kim edib məlum deyil, çünki Füzuli burada heç bir mənbə qeyd eləmir, amma olduqca absurd bir iddiadır. Nəyə görə? Çünki ona qalsa gərək insan heç nəyi dərk eləməsin. İnsan o qədər şeyi dərk edir ki, özündən əvvəl meydana gələn, özündən əvvəl yaranan və metafizik olan həqiqətlər ki, ümumiyyətlə onların zamanla, məkanla əlaqəsi yoxdur. Məntiqi qaydalar ki, onların ümumiyyətlə zamanla, məkanla əlaqəsi yoxdur. Ağıl onların hamısını dərk edir. Əgər məsələ əvvəl-sonra yaranmaq məsələsi olsaydı, o zaman ağıl özündən əvvəl yaranan gərək heç nəyi dərk eləməsin və ümumiyyətlə zaman və məkana sığmayan həqiqətlər də dərk eləməsin. Çünki bu iddiaya əsasən ağıl ancaq özündən sonra yarananları dərk edə bilir. Bu, ağlın, belə deyim, rolunu inkar edənlərin dəlilidir. Yenə deyirəm, Füzuli burada heç bir mənbə qeyd eləmir, bizə məlum deyil bu iddianı edənlər kimlərdir. Amma ümumilikdə bu iddiada olanlar varmı? Bəli, bu iddiada olanlar var. Onlar ağlın dəlil olmasını inkar edirlər və deyirlər ki, ağıl Allahı tanımaq üçün acizdir. Burada nəyə ehtiyac var? Qəlbə ehtiyac var, qəlb gözünə ehtiyac var, qəlbi idraka bir növ ehtiyac var. Amma hər bir halda dostlar, ağlın dəlil olmasını heç bir halda inkar etmək mümkün deyil. Yəni bu, heç bir insan ümumiyyətlə ağlın dəlil olmasını inkar edə bilməz. Nəyə görə? Çünki siz ağlın dəlil olmasını inkar etmək istəsəz, yenə də nə etməlisiniz? Ağıldan istifadə etməlisiniz. Yəni ağlın dəlil olmasını necə isbat edə bilərsiniz? Qəlb gözü ilə təbii ki, yox. Çünki qarşı tərəfin belə bir iddiası yoxdur ki, o həqiqətləri qəlb gözü ilə
dərk edir. Bu adi bir insandır, sıravi bir insandır. İndi siz gəlib ona deyirsiniz ki, ağıl Allahın zatını tanıya bilməz. Necə? Hansı dəlillə, hansı arqumentlə? Siz gərək ilk növbədə neyəsiniz? Qarşı tərəfə Allahın həqiqətini başa salasınız. Çünki Allahın həqiqətini başa salmadan necə deyə bilərsiniz ki, Allah elə bir həqiqətdir ki, o ağılla dərk olunmaz. Onun üçün gərək bir Allahın həqiqətindən ona biraz başa salasınız. Və bunu da necə başa salacaqsınız? Təbii ki, ağlın köməkliyi ilə. Çünki ağıl müştərək bir dildir və ağlın köməyi olmadan insan heç nəyi isbatlaya bilməz. Nə isbatlaya bilməz, nə inkar edə bilməz. Ona görə ağlın dəlil olduğunu inkar etmək qədər absurd bir yanaşma, ikinci bir yanaşma mövcud deyil. İnsan heç bir halda ağlın dəlil olduğunu inkar edə bilməz. Bayaq dediyim kimi, ağlın dəlil olmağını inkar etmək üçün yenə də məcbursan nədən? Ağlın dəlillərindən, arqumentlərindən kömək istəməyə. وَمِنْهُمْ مَنْ قَالَ إِنَّ الْمَسِيحَ هُوَ اللَّهِ Bəziləri deyiblər ki, Məsih, yəni İsa Peyğəmbər də Allah. وَاسْتَدَلَّ بِإِحْيَاءِ الْمَوْتَى Onların dəlili nədir? Onların dəlili budur ki, İsa Peyğəmbər ölüləri dirildirdi. Və buradan belə bir nəticə gəliblər ki, diriltmək Allaha məxsus bir şeydir. Əgər bir insan, məsələn İsa Peyğəmbər ölüləri dirildirdisə, bu Allaha məxsus bir sifətdir, Allaha aid bir xüsusiyyətdir. Deməli, o da nədir? Allahdır. Və hum ba'dun nasara. Füzuli deyir ki, bu bəzi xristian qruplarda, hamısı deyil. Yəni, xristianlar içərisində bunu inkar edən, İsa Peyğəmbərin Allahın oğlu olduğunu inkar edənlər var. Ona görə Füzuli bəzilərinə nisbət verir bunu, bəzi xristianlara nisbət verir. Bu da dostlar, absurd bir iddiadır. Nəyə görə? Çünki nəticədə bir insan, yəni insanın fövqəladə, bəşərüstü bir qüdrətinin, qüvvətinin olduğunu etiraf etmək yerinə onu Allah hesab etmək, bu çox, belə deyim, absurd yanaşmadır. Yəni, ola bilərsən, insanda elə bir xüsusiyyət görə bilərsən ki, o digər insanların heç birində mövcud deyil. Amma bu ona dəlalət etmir ki, o Allahdır. Çünki o insandır. Nəticədə o məhdud bir varlıqdır. O, Quran dediyi kimi, sizin kimi bir bəşərdir. Yeyir, içir, yatır, durur, evlənir, çoxalır. Aydındır. Ən azı məhduddur da, məhdud olduğunu ki, görürük, hərəkət elədiyini görürük. Bu necə Allah ola bilər? Yaxşı, bunun fövqəladə bir qüdrət olduğunu görüb ona görə Allahlıq nisbət verdiyin halda, bunun məhdud bir varlıq olduğunu, bunun hərəkət edən bir varlıq olduğunu, bunun maddə və cism olduğunu gördüyün halda necə yenə deyə bilərsən ki, bu Allahdır? Yəni, bir dənə ölünü diriltmək onun bütün nöqsanlarını örtürmü? Onun maddə olduğunu, onun məhdud olduğunu, onun hərəkət elədiyini, bu xüsusiyyətlərini örtürmü? Əlbəttə ki, örtmür. Ona görə burada durub ilahlıq iddiası eləmək bu absurddur. وَمِنْهُمْ مَنْ جَوَّزَ لَهُ الْحُلُولِ فِي الْأَبْدَانِ Bəziləri deyiblər ki, Allah bədənlərə hülul edir. Hülul nə dostlar? Yəni Allah neynir? İnsanla birləşir. Onun bədəninə birləşir. Bu sufi cərəyanlardır. Bəzi sufi cərəyanlardır ki, onlar belə bir iddianı önə çıxarıblar. Əlbəttə, bunu da isbat eləmək lazımdır. Nəyə görə? Çünki hülul nəzəriyyəsi bəziləri deyirlər ki, sufilərin fikirləri düzgün anlaşılmır. Ona görə belə bir nəzəriyyə olduğu deyilir. Hər halda bu nədir? Müzakirəyə açıqdır ki, həqiqətən sufilər belə bir anlayışı qəbul edirlər, belə bir iddianı qəbul edirlər, yoxsa bu onların fikirlərinin səhv anlaşılmasıdır. Vahum el-hululiyyə vəl-qulat. Bunlar kimlərdir? Hululiyyə və qulat firqələrdir ki, onlar ifrata varıblar. Bəli, onlar ifrata varıblar, bu həqiqətdir. Ki, məsələn, qulat xüsusilə onlar bəşəri, bəzi insanları nə edirlər? İlahlaşdırırlar. Məsələn, Şiə məzhəbi arasında da qulat var ki, onlar imamları ilahlaşdırırlar və deyirlər ki, Allah kainatın bütün idarəsini onlara əta edib, onların ixtiyarında qoyubdur. Onlar da ruzi verən, onlar da yaradan, onlar da öldürən və s. və ilaxır. Bunlar nədir? Qulat yəni həddi aşanlar, həddi aşıblar. Niyə həddi aşıblar? Çünki onları insan həddindən çıxarıblar. Həddi aşmaq bu mənada. Onları insan həddindən çıxarıblar və ilah həddinə salıblar. وَمِنْهُمْ مَنْ قَالَ بِالنَّارِ Bəziləri Allahın od olduğunu deyiblər. وَاسْتَدَلَّ بِأَنَّ الْخَلِيلِ إِذَا وَقَعَ فِيهَا عَذَّمَتْهُ وَمَا أَحْرَقَتْهُ Argumentə baxın. Argument belədir ki, Quran-ı Kərimdə İbrahim Peyğəmbərin hekayəsini bilirsiniz. İbrahim Peyğəmbəri oda atdılar, amma od İbrahimi yandırmadı. Və onlar da deyirlər ki, İbrahim Peyğəmbər oda düşəndə عَذَّمَتْهُ od İbrahimə təzim elədi وَمَا أَحْرَقَتْهُ və onu yandırmadı.
Və hum ba'dul məcus. Füzuli deyir ki, bunlar bəzi məcusilərdir və bunların arqumenti də budur ki, od İbrahimi yandırmayıbsa, deməli o nədir? Allahdır. Yəni bu da çox qəribə bir arqumentdir. Yəni bunu müzakirə etməyə də dəyməz. Nəyə görə dostlar? Çünki arqumentin özü içi boşdur. Bunu nəyini müzakirə edəsən? Yəni burada arqument nəyə dəlalət edir ki, bunu nə edəsən? Hələ bir saf-çürük eləyəsən. Yəni od İbrahimi yandırmayıbsa, deməli Allahdır. Nə əlaqə? Ona görə bunu heç müzakirə etməyə də dəyməz. Sadəcə olaraq rəy kimi qeyd olunubdur. Və minhum men qala ad-dahru huvallah. Bəziləri deyirlər ki, dəhr yəni zaman Allahdır və hum dəhriyun, onlar da dəhrilərdir. Füzuli baxın bu rəyləri qeyd elədi. İndi gəlir öz nəzərini qeyd edir. Az-zahir ennel haqqa huvar-ra'yul awwal bidəlalati qawlihi ma arafnaka haqqa ma'rifatik. Füzuli buyurur ki, zahir olan budur ki, birinci rəy düzdür. Nəyə görə? Baxın, Peyğəmbərdən bir hədis gətirir, ona istinadən bu iddianı edir. Buyurur ki, mə arafnəkə haqqa ma'rifətik. Biz səni haqqıyla tanımadıq, layiqincə tanımadıq. Baxın dostlar, bu hədisdən bu nəticə çıxırmı? Yəni, bu hədisdən bu nəticə çıxırmı ki, həqiqətən biz Allahı ağlımızla tanıya bilmərik? Xeyr. Nəyə görə? Çünki mətnin özü, hədisin mətnin özü də bunu inkar edir axı. Baxın, Allah nə deyir? Üzr istəyirəm. Peyğəmbər nə deyir? Deyir, mə arafnəkə haqqa ma'rifətik. Biz səni haqqı ilə layiqincə tanıya bilmədik. Bu birinci məsələ. Layiqincə tanımaq heç tanımamaq mənasında deyil. Layiqincə tanımaq budur ki, onun zatını layiq olduğu şəkildə, belə deyim, necə var elə tanıya bilmədik. Bu da aydın məsələdir. İnsan Allahı layiqincə tanıya bilməz. Çünki Allahın zatı nədir? Mütləqdir. İnsan zəhni nədir? Məhduddur. Məhdud olan mütləq olanı layiqincə tanıya bilməz. Birinci məsələ. İkinci məsələ. Əgər ağlımızla Allahı layiqincə tanıya bilmiriksə, o zaman nə ilə tanıyacaq? Və ümumiyyətlə ağlımızla Allahı tanıya bilməyəcəksə, o zaman nə ilə tanıyacaq? Yerdə bir dənə qalır qəlb gözü. Və aydın məsələdir ki, Peyğəmbər bəsirəti də açıq idi, qəlb gözü də açıq idi. İndi qəlb gözü nədir, nə mənasına gəlir, görəsən ağıldan başqa bir şeydirmi və s. Onun müzakirəsi də ayrıdır, ondan işim yoxdur. Amma nəticədə Peyğəmbərin də bəsirət açıq idi, Peyğəmbər də vəhy alırdı. Onun da qəlb gözü, idraç qüvvəsi digər insanlardan üstün idi. Yəni, Peyğəmbər adi bir bəşər deyildi ki, biz onun bu sözünə əsas alaq deyək ki, hə, bax görsən, o etiraf elədi ki, biz Allahı layiqincə tanıya bilmirik. Çünki o Allahı ağlı ilə tanıyırdı. Deməli, ağıl Allahı neyə bilməz? Tanıya bilməz. Peyğəmbərdə ki, o iddia olunan qəlb gözü açıq idi. Peyğəmbər buna rəğmən əgər deyirsə ki, biz səni layiqincə tanıya bilmədik, yəni o bütün idraç vasitələrini nəzərə alaraq bunu deyir ki, biz səni layiqincə tanıya bilmədik. Aydın dostlar, Peyğəmbərdə varlığı iddia olunan bütün idraç vasitələri açıq idi, mövcud idi. Yəni ağıl var idi, qəlb gözü ki, belə bir müstəqil idraç vasitəsinin olduğu deyilir, o da var idi. Yəni, hər ikisi mövcud idi. Belə olan təqdirdə, əgər Peyğəmbər deyir ki, biz səni haqqı ilə tanıya bilmədik, layiqincə tanıya bilmədik, bu onu göstərir ki, burada mövzu təkcə ağıl deyil. Peyğəmbər təkcə burada ağlın hüccət olmasını inkar etmək istəmir. Ona görə bu hədislə o iddia arasında əlaqə yoxdur. Yəni, bu hədisi əsas gətirib demək ki, ağıl mütləq şəkildə Allahı tanıya bilməz. Yaxşı, ağıl Allahı tanıya bilmirsə, yerdə hansı alternativ qalır? Qəlb gözü dediyimiz şey. Halbuki, Peyğəmbərdə hər ikisi mövcud idi. Əgər Peyğəmbərdə hər ikisi mövcud idisə və Peyğəmbər buna rəğmən bu hədisi deyirsə, deməli, söhbət təkcə ağıldan getmir. Onda gərək biz qəlbin də dəlil olmağını, bilik mənbəsi olmağını inkar edək və ümumiyyətlə bu bilik yolunu neyniyək? Bağlayaq, deyək ki, ümumiyyətlə Allahı tanımaq mümkün deyil. Allahı tanımaq mümkün deyilsə, o zaman biz nəyi qəbul edək, nəyə ibadət edək, nəyin varlığından danışaq. Aydın dostlar, ona görə Füzulinin bu rəyi təəssüf ki, yəni bu arqumenti yerində deyil, dəqiq deyil. Ona görə bu heç bir şəkildə qəbul oluna bilməz. Bu Füzulinin deməli Allahın varlığı barədə olan nəzəri idi. Sonra Məhəmməd Füzuli sifətlər bölümünə keçir. Sifətlər bölümünü sizi dostlar ayrıca keçək, çünki o bəhslə bu bəhs qarışmasın. O barədə ayrıca danışarıq. Bugünü bu qədər. Növbətlər sizə də görüşənədək. Hələlik.